Allah subhanahu wa ta'ala Peygamberimiz sallallahu aleyhi ve sellem hadiste buyurur. Kim Allah'la görüşmeyi severse Allah subhanahu wa ta'ala da onunla görüşmeyi sever. Kim Allah'la görüşmeyi istemezse Allah subhanahu wa ta'ala da onunla görüşmeyi istemez. Kardeş Allah subhanahu wa ta'ala ile görüşü sevirdi. Ve Allah subhanahu wa ta'ala'dan da istiyor ki o yer üzerinde öz sevgisinin birini verir. Ve o biri sayesinde biz hamımız buraya yığışmışız. Onu seven ana, ata, zövce, evladları ve bütün dostu, tanışı burada yığışanlar hamısı o bir sevgidir. Allah subhanahu wa ta'ala 99 sevgisini onun için görüşe hazırlıyor. Allah'tan istiyor ki Allah onunla o 99 sevgisiyle muamele etsin. 99 sevgisiyle onu karşılasın. Ona, onun ailesinin əvəzinə gözəl ailə, dostların əvəzinə gözəl dostlar nəsib etsin. Onu cənnətlə müjdələsin. Və hamımız da bu mənzərədən ibrət alaq. Kim dünyadayken bura için hazırlaşıbsa ne güzel, ne hoş onun halına. Və kim bu mənzərədən ibrət almayıb, yenə də əvvəlki həyatına davam edirsə, vallahi bilsin ki, könüllü veya könülsüz, öz iradəsiyle veya da qeyri öz iradəsiyle gec-tez o da bura qoyulacaq. Gec-tez bura qoyulacaq. Ona görə bu mənzərədən ibrət alaq.